Köhnələr. Hökumət evi. Ya da ki, el arası biz necə adlandırardıq buranı? Dom Sovet. Bakının demək olar ki, ən gözəl monumental binalarından biri. Gəlin sizə biraz məlumat verin bu bina haqqında. Bu binanın, yəni tikilişi haqqında qapalı müsabiqə 1930-cu ildə elan olunmuşdu. Həmən müsabiqənin qalibi Lev Rudnev adında bir memar olmuşdu. 1936-cı ildə həmən bax bu gözəl binanın inşası başlamışdı və 1952-ci ildə bitmişdi. Yəni bizim yadımızdadır da o vaxt həmişə Nərdarana, Meşnağaya, nə bilim gedəndə həmişə gözümüz bax bu gözəl bir binada olar idi. O arxada gördüyünüz bayraq dirəyi var ha. Vaxtı ikən həmən o yerdə Lenin babanın heykəli olub. Sonra isə onu yığışdırıblar və onun yerinə həmən o bayraq dirəki quraşdırılıb. Həmçində yəni çoxunuz bilirsiniz də bura bir necə sizə deyim, çox bir Azərbaycan xalqı üçün mənalı bir yerdir. Çünki ümumiyyətlə mən deyərdim ki, SSR-nin dağılma prosesi məhz buradan başladı. 1980-ci illərdə Ermənistan tərəfdən bizim torpaqlarımız okupasiya olundu. Axırlarda yadınızdadır da, yəni bu hərəkət başlamışdı. Düzdür, okupasiya 90-larda oldu. Amma təməli o vaxtı qoyulmuşdu. Və onda mənim yadımdadır ki, xalq əməlli başdı dirçəlmişdi, çıxmışdı, etiraz edirdilər və nəticədə özünüz gördünüz nə baş verdi. Yəni SSR kimi nəhəng bir imperiya dağıldı. Həmçində Allah bizim şəhidlərimizə qəni-qəni rəhmət eləsin. 90-cı ildə SSR-nin Azərbaycanına növbəti təcavüzlərindən birində bizim dinc əhali öldürülmüşdü, amansızcasına güllələnmişdi. Uşaqlar da, böyüklər də, qocalar da və onların sonuncu mənzilinə vidaları da məhz bu meydandan yəni ki, baş tutmuşdu. Bu qədər. Baxın, görün, bilin. Bir onu da qeyd eləmək istəyirəm ki, bunun elə bir ki, ətrafında o zaman üçün yerləşən Abşeron mehmanxanası və Azərbaycan mehmanxanası 60-cı və 70-ci illərdə bu elə bir ki, buranın memarlıq teatrına onlar da qoşulmuşdu. Hökumət evi isə o zamanlar nəzərdə tutulmuşdu 5500, yəni hökumət işçiləri üçün, dövlət qulluqçuları üçün. Dedim bir fürsətdən istifadə edeyim, nə qədər burada bu quraşdırılmalar baş verməyib. Çünki cavan nəsil elə ümumiyyətlə keçir buradan heç bilmirlər ki, yəni burada nə olub. Elə bilirlər ki, həmişə burada formula olub. Dedim bir çəkim sizin də xəbəriniz olsun. Qəlbdən qəlbə bu qədər.